Salam dostlar, hər vaxtınız xeyirli, uğurlu və bərəkətli olsun. Bəli, bugünkü gündə yenə də Azərbaycanda 1-ci və 2-ci Qarabağ savaşında döyüşən qazilərimiz yenə də özlərinə başlayıblar intihar etməyə. Təbii ki, bugünkü gündə bir qazinin problemi həll olunmayanda qazi bu günləri psixoloji cəhətdən bilirsiniz ki, 1-ci və 2-ci Qarabağ savaşında o əzizlərimiz ki, vətən torpağı yolunda gedib döyüşüblər, canlarını qoyublar, əlil olublar, onların psixoloji çatışmamazlığı var. Bugünkü gündə Azərbaycanda və İlham Əliyeva hakimiyyəti tərəfindən psixoloq ayrılmalıdır, onların psixoloq nəzarətində saxlanılmalıdır və psixoloqla hər gün gündə 2 dəfə, 3 dəfə psixoloq bunlarla məşğul olmalı. Təbii ki, bugünkü gündə İlham Əliyev üçün bu gün nə qazi maraqlıdır, nə dövlət maraqlıdır, nə xalq maraqlıdır. Onun üçün maraqlı olan onun öz hakimiyyətidir, onun əxlaqsız gəlinidir, üzr istəyirəm. Porno videolarına qədər yayıldı. O Alona Əliyevdir, mən nə bilim, hardan tapdı bir dənə, üzr istəyirəm. Qancığın birini getirib gəldi, özünə gəlin elədi. Təbii ki, gələcək o qancıqdan törənənlər sabahları ölkənin başında qazisine bax, bu cürlə intiharlara mecbur eləyib, qazisi bax, bu cürlə intiharlar edib özünə qəsd eləyəcək. Bəli, bugünkü gündə ölkə daxilində xalqın nə qayğısına qalan var, nə xalqa xidmət eləyən var, nə xalqın dərdini dinləyən bir məmur var. Bugün məmurlar oturublar kabinetdə, əllərində ruçka qələm, qabaqlarında televizor, internetdən baxırlar, zövq alırlar ki, qazi bu günləri özünə necə intihar elədi. Epstein adalarında o görürsünüz də o hadisələri də. Bugün İlham Əliyev Azərbaycanı döndərib Epstein adalarına. Bugün vətəndaş özü özünə, öz şirin qəsdinə görün necə vadar eləyirlər ki, bu vətən torpağı yolunda döyüşən qaziləri bu günləri canlarına qəsd eləməyə vadar eləyir bu hakimiyyət. Bəli, bu hakimiyyət geç tezi var, bu hakimiyyət qalmamalıdır, getməlidir. Əgər bu hakimiyyət bu gedişlə bu Azərbaycan xalqının başında durarsa, vay olub, usta vay olub bu Azərbaycan xalqının halına, vay olub bu Azərbaycan xalqının millətinin gününə, yaşayışı göz qabağında, həyatı göz qabağında, hər şey günü gündən bahalaşır, günü gündən qalxır, ancaq xalq etiraz etməyə cəsarət tapa bilmir, cəsarət toplaya bilmir. Cəsarət tapmayanda, cəsarət toplamayanda xalqı bax bu cürünə terörist kimi yetişdirirlər. Xalq qalır bax neynəsin, çıxılmaz vəziyyətdə qalır. İnanın Allaha bu cürünə səhnələri adam görəndə adam havalanır, dəli olur, giz olur ki, biz hansı ölkənin vətəndaşıyıq? O ölkənin vətəndaşıyıq ki, ya onun qazisi bir günləri özü öz canına intihar eləyir. Hansısa bir Novostroykadan özü özünə boğazını ipi salır, 2 metrelik ipi özünə qəsd eləyir. Balalarından, ailəsindən, eşiğindən didərgin düşür. Kimə tapşırdı ailəsini? Kimə tapşırdı balalarını? Hansı Azərbaycan vətəndaşı gedib onun balası ilə, arvadı ilə, uşağı ilə maraqlanacaq? Heç kim. Biz üstünüyə, ona görə Azərbaycan hakimiyyəti İlham Əliyev şərəfsiz xalqı bu günə qoyub ki, heç kimin marağı, nə də adı, durumu ilə maraqlanmır, problemi ilə maraqlanmır. Neynəsin? O yetim qalıb öz problemi ilə maraqlansın, öz probleminin dərdinə qalsın, yoxsa Qarabağ qazisinin dərdinə, probleminə, ağrısına ağlasın. Bəli, bugün İlham Əliyev hakimiyyəti şərəfsiz, ləyaqətsiz, ləyaqəti olmayan İlham Əliyev xalqı bundan da beşbətər günlərə salacaq. Baxın da, bunun ailəsi göz qabağında, bunun gəlini göz qabağında, üzr istəyirəm ifadəmə görə. Getdi minin altından çıxanı İlham Əliyev oğluna
gəlin əlidir. Kül olsun sənin boş və İlham Əliyev. İlham Əliyev belə çıxır ki, Epstein adalarında İlham Əliyevin ailəsinin özünün nəsə poxları var. Bu bir göstərişdir, İlham Əliyevə göstərildi. Yəni get ağıllı ol, adam ol, bizə xidmət elə, xalqa əz, xalqa presdə, xalqı tapdala. İlham Əliyevin neyinə lazımdır? İlham Əliyevin onsuz abrı var, bunu durursan abrını qoyasan ortaya, abrları göz qabağında, ortalıqda. Bunlarda nə abır var, nə həya var, nə ləyaqət var, nə şərəf var, nə qeyrət var, nə namus var, nə vicdan var, nə də əqidə var. Bunlar heç biri yoxdur bunlarda. Bir şeylər ki olmayandan sonraya bunlar xalqın necə namusunu, qeyrətini, şərəfini çəkə bilər. Mən sual verirəm. Buradan Azərbaycan xalqına sual verirəm. Necə çəkə bilər? Sağ olun, Allah'a emanet. Vallahi çox danışar. Nə bilim adam başını itirib daha ki. Sağ olun.